Dünən axşam saatlarında baxıram, bu bir vaxtlar bizim ağıllı saydığımız bu Aleksey Aristoviç var idi, Ləman xanım, dəyərli izləyicilər. Dünənləri görün insan başını itirəndə, ailəsini itirəndə hansı vəziyyətə düşür? Dünənlər Ukraynalılara müraciət edib ki, siz ərazilərinizi Rusiyanın deməli xeyrinə, ərazilərdən Rusiyanın xeyrinə imtina eləməli olacaqsınız. Fikir verin, o Aristoviç ki, Ukrayna prezidentinin ofisinin müşaviri idi. Onu bəli. İndi deməli bunu 9 maya Moskvaya dəvət ediblər. Bunu neynəsə kompensasiya eləmək lazımdır da. İndi Putinin deməli konspekti ilə çıxış eləyər. Deyir ki, Ukraynalılar ərazilərindən vaz keçməlidirlər. Adama deyirlər, bir qeyrət. Kişinin bir sifəti olar. Səni indi qalmışsan, üzr istəyirəm, xanımı da bunun dalından bir təpi vurub çölə atdı, bilirsiniz, yəni ayrıldılar, bu, bilirsiniz necədir, bu qələmin kimi bugün bir söz dedi, sabah başqa bir söz dedi, gördü, içkiyə qurşanıb, hətta narkotika qurşanıb, onun bir son vaxtlar bir açıqlaması var idi, aparıcı onu ayılda bilmirdi, deməli kamera qarşısında o qədər, yəni narkotikin təsiri ona o qədər güclü təsir eləmişdi, nə danışdığını bilmirdi, axırda aparıcı məcburiyyət qarşısında qalıb, Lyoşa, ya чувствую, что ты устал, может мы закончим, belə də gic-gic danışırdı, özünün də kanalı var. İndi baxın, görün ki, Ukrayna xalqı mübarizə aparır, 4-cü ildir, ən çətin vaxtlarını keçir. Aleksey Aristoviç isə Putinin sözləri ilə, Zakharovanın, Konashenkova kimi, nə bilim, Eşeyenkonun sözü ilə deyir ki, siz ərazilərinizi Rusiyanın xeyrinə deməli qurban verməlisiniz. Qurban verməyəcəyiniz təqdirdə, fikir verin, bu psixoloji təsirdir. Hələ çox ərazilər itirəcəksiniz. Bir qeyrət adama deyərlər ki, adam ol da. Yəni, başa düşürəm, bilirsiniz necədir? İnsanı sındırmaq üçün müxtəlif yollar var. Bu Aristoviçi də elə sındırıblar ki, üzr istəyirəm, onu Plintusdan da aşağı bıraxıblar. İndi məcburiyyət qarşısında qalıb, dünənə qədər Salavyovlar, Kisilyovlar, Simanyanlar deməli onu söyürdülər. Bu günləri Aleksey Aristoviçə xitabən neysə bir nümayəndəsinin belə danışması həqiqətən də çox absurd. Deyirsiniz 9 may paradına da gələcək? Bəli, dəvət alınıb Moskvaya gedəcək. Hələ ona fəxri vətəndaşlığı da verəcək. Nəyə pisdir ki? Dengi yes umanyanada. O bilirsiniz, deməli Simanyan dedim, ağlayırdı. Deməli, efirdə ağlayır ki, bu Tigranı var, bunun Kasyanı var, bu ərciyəsi də, komadadır, neçə aylardır. Deyir, я ему говорю, что хочешь домой? Он не может отвечать, руками только шевелит пальцами. Мне становится дурно. Bunu Simanyan deyir. Sən necə olur ki, Ukrayna uşaqları öləndə, Rus uşaqları qırılanda bunu bəhbəhlə efirlərində deyirdin və ərciyəzinlə müzakirə eləyirdin. İndi deməli Allah deyir, cəzalandıranda pis cəzalandırır. Fikir verin, komadadır. Nə ölən kimi ölür, nə qalan kimi qalır. Aydındır, aydındır. Yordum sizi də, dəyərli izləyiciləri də. Deməli, mən hər halda ən sonda bu Aristoviç məsələsinə çox təəccübləndim, açığı həqiqətən də. Çünki biz zamanında xəbərlərimizi daha çox elə Aristoviçin açıqlamaları ilə başlayırdıq. Bəzən ondan həqiqətən də maraqlı xəbərləri olurdu, maraqlı deməli açıqlamalar verirdi. Amma görünür hər şey vəzifə kürsüsünə bağlıymış. Yəni o vəzifəsindən özü çox maraqlıdır ki, özü istefa vermişik. Doğrudur, yəqin ona o zaman deməli yəqin ki, təkliflər olundu və yaxud israrlı şəkildə deyiblər ki, ərizə ver. Əks halda niyə belə danışaydı ki? Yəqin Zelenski ilə hansısa məsələlərdə aralarında problem yaranmışdı ki, bugün onun əvəzini belə çıxır. Hətta 9 may paradına getməklə və Ukrayna xalqına belə bir açıqlama səslənməklə. Mən belə düşünürəm. Bir cümlə deyin, dəyərli Ləman xanım, tamaşaçılar üçün də yəqin maraqlı olar. Prezident olmaq istəyirdi və bilirsiniz ki, Zelenskinin istifası ilə bağlı çağırışlar olanda bir neçə ay bundan əvvəl namizədlərdən biri də bunun adı səsləndirildi. Bu bəlkə edən vaxtı idi. Zelenski seçkiləri keçirmədiyinə görə və seçkilər də yeri gəlmişən Ukraynada keçirilməyəcək. Çünki hərbi vəziyyət uzadılıb iyul ayına qədər. Hər belə deyək də 3 aydan bir uzadılır. Ona görə bunun xətrinə dəydi və artıq prezident olmayacağını əmin edəndən sonra
yavaş-yavaş bayrağını 180 dərəcə deyil, 360 dərəcə dəyişməyə başladı və oldu Rusiyanın belə deyək də canişinlərindən biri. Və indi bu günləri Rusların deyib və ciddiyə qəbul edilməyən sözlərini Aleksey Aristoviç deyir və bəziləri də deyirlər ki, bunu Aristoviç deyir, biz demirik. O necə ki bizdə Karotchenko ilə Markov bizdə belə deyək də bayraq olub başımızın üzərində bəzi media nümayəndələri üçün. Düzdür, indi siz də dediniz ekspert kimi, amma onlar heç vaxt səmimi olmayıblar. Onlar hər zaman, elə bu günün özündə də onlar bizə lağlağa eləyirlər. Bunlar öz evlərində bizi aşağılayırlar və bizə yuxarıdan aşağı kimi aşağı baxırlar. Amma mən sizə deyim ki, 100 Karotchenkosu olsun, 300 dənə Markov olsun, 500 dənə Mikhailov olsun. Mən onları Azərbaycan oğulları və qızları onları çaya susuz aparıb susuz gətirərlər. Mən yenə də deyirəm ki, bizim biliyimiz də, dünyaya baxışımız da onlardan heç vaxt zəif olmayıb. Ona görə Azərbaycan mediasına bir daha müraciət eləyirəm. Bu cür, belə deyək də, şəxslərdən az-az, yəni efirlərə çıxardın. Şükür Allaha bizim öz savadlı insanlarımız çoxdur.